Salam, bugün mən sizə coğrafiya test toplusu ikinci hissə 2025-ci il coğrafiya test toplusu demək məsələ səhifə 121-dəki bir neçə məsələlərin izahını verəcəyəm. Dünya əhalisi bölməsində məsələ 1-ə baxaq. Latın Amerikasında 1990-cı ildə əhalinin sayı 450 milyon nəfər, 2010-cu ildə 585 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə görə təbii artımın orta hesabla 17 olduğu nəzərə alaraq əhalinin, yəni hər 1000 nəfərə 17 nəfər düşür. Nəzərə alaraq əhalinin sayında ümumi və təbii artım arasındakı fərqin neçə milyon nəfər olduğunu müəyyən edin. Əhalinin artımı həm təbii artım, həm də mexaniki artım hesabına olur. Təbii artım müəyyən vaxt ərzində demək doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərqin ölçüsüdür. Təbii artım və bir də mexaniki artım. Mexaniki artım, yəni miqrasiya hesabına olunan artım, ölkəyə gələnlərlə gedənlər arasındakı fərq. Dünya ölkələrinin demək əhalisi, yəni əksəriyyətində əhalisi əsasən təbii artım hesabına çoxalır. Və dünya ölkələri təbii artımın səviyyəsinə görə ikinci tipə ayrılır. Burada xəritədə birinci və ikinci tip əhalinin təbii artım birinci tipi və əhalinin təbii artım ikinci tipi burada qeyd olunur. Və məsələmizə baxaq. Yəni 2010-cu illə 1990-cı il arasında il fərqi 20 ildir. 20 il ərzində 585 milyondan 450 milyon çıxanda 135 milyon nəfər edir. Yəni 20 il ərzində ümumi artım olubdur 135 milyon nəfər ümumi artım. Lakin bizə deyir ki, məsələnin şərtində hər 1000 nəfərə görə təbii artım 17 nəfərdir. Hər 1000 nəfərə görə təbii artım 17 nəfərdirsə, 450 milyon, əgər 1000 nəfərə 17 nəfərdirsə, 450 milyon x buradan tapırıq. Təbii artımımız 7 milyon 650 min nəfər. Ancaq bizə qeyd edir ki, 20 il ərzində, biz 20 il ərzində olan təbii artımı tapmalıyıq. 20 il ərzində demək, əgər bir il ərzində 7 milyon 650 min nəfərdirsə, bir il ərzində 20 il ərzində 153 milyon nəfər olar. Ümumi artımımız da 135 milyon nəfərdir. 20 il ərzində ümumi artımımız 135 milyon nəfərdir. Təbii artımımız 153 milyon nəfərdir. 153 milyon nəfərdir. 153 milyondan da 135 milyonu çıxıb tapırıq 18 milyon nəfəri. Bizə qeyd edir ki, əhalinin sayında ümumi və təbii artım arasındakı fərqin neçə milyon nəfər olduğunu müəyyən edin. Deməli, burada doğru cavab Y variantında düzgün verilmişdir. Məsələ 48-ə baxaq. Ölkə əhalisinin orta sıxlığı 50 nəfər kvadrat kilometrdir. Sahəsi 80 min kvadrat kilometr olan bu ölkənin əhalisinin sayını müəyyən edin. Ölkə əhalisinin sıxlığı düsturu var edir. Yəni, əhalinin sayını ölkə ərazisinin sahəsinə bölürdük sıxlığı tapmaq üçün. Və rəqəmləri yazırıq. 50 bərabərdir x bölünsün 80 min nəfər, 80 bin kvadrat kilometr. Yəni tənlik formasında həll edib tapırıq. Demək, burada 4 milyon nəfər, yəni 50-ni 80 minə vururuq 4 milyon nəfər. Burada əhalinin sayını soruşur. Ölkə əhalisinin sayı 4 milyon nəfər A variantında düzgün verilmişdir. Məsələ 49-a baxaq. Ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrdə 65 nəfər. Ölkə əhalisinin sayı 22 milyon 750 min nəfərdir. Ölkənin sahəsini müəyyən edin.
Bayaqki qaydada burada da yenə də tənlik formasında həll edirik. Burada tapırıq 350 min nəfər, yəni ölkə əhalisinin sahəsi 350 min kvadrat kilometr. Məsələ 51-ə baxaq, 50 və 51-ə baxaq. Demək, ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrdə 60 nəfər, ölkənin sahəsi 350 min kvadrat kilometr, əhalinin sayını müəyyən edin. Burada yenə də ölkə əhalisinin sayını istəyir bizdən. Tapırıq 21 milyon nəfər. Məsələ 51-ə baxaq. Ölkə əhalisinin sayı 14 milyon 625 min nəfər. Ölkənin sahəsi 195 min kvadrat kilometr. Əhalinin sıxlığını müəyyən edin. Burada artıq əhalinin sıxlığını müəyyən edirik. Rəqəmləri yazıb tapırıq. Sıxlıq olur 75 nəfər kvadrat kilometr. Məsələ 55-ə baxaq. Ölkə əhalisinin sayı 8 milyon nəfər, kənd əhalisinin sayı 3,6 milyon nəfərdir. Urbanizasiya səviyyəsini müəyyən edin. Burada bizdən demək şəhər əhalisini soruşur və lakin kənd əhalisinin faizini testin cavabında demək faizi verilmişdir. 45%. 80 milyonun 3,6 milyon nəfəri çıxanda şəhər əhalisinin sayıdır 4 milyon 400 min nəfər. Faizi isə 55%-dir. Şəhər əhalisinin faizi, kənd əhalisinin faizi isə 45%-dir. Məsələ 56-ya baxaq. Ölkə əhalisinin 45%-i şəhərdə yaşayır. Əhalinin ümumi sayı 60 milyon nəfər olarsa, kənd əhalisinin sayını müəyyən edin. Burada bizdən kənd əhalisinin sayını müəyyən etməyimizi istəyir. 60 milyonu 100% qəbul ediriksə, çünki əhalinin ümumi sayı 60 milyon nəfərdir. 45%-i şəhərdə yaşayır, yəni 27 milyon nəfəri şəhərdə yaşayır. 60 milyondan 27 milyonu çıxıb tapırıq 33 milyonu, yəni kənddə yaşayan əhalinin sayını tapmış oluruq. Məsələ 67-yə baxaq. Məsələ 67-yə baxaq. Ölkə əhalisi 8 milyon nəfər, bir ildə doğulanların sayı 120 min, ölənlərin sayı isə 80 min nəfərdir. Hər 1000 nəfər əhaliyə düşən təbii artım müəyyən edin. 1000 nəfərə düşən təbii artım istəyir. Doğulanların sayından ölənlərin sayını çıxırıq və demək 40 min nəfər. 40 min nəfərdə əgər ölkə əhalisinin sayı 8 milyon nəfərdirsə, artım 44 min nəfərdirsə, 1000 nəfərə demək 5 nəfər düşər. 5 nəfər düşər. 5 nəfər. Məsələ 66-ya baxaq. 66-nı qeyd etməmişəm. Ölkənin əhalisi 60 milyon nəfər, bir ildə doğulanların sayı 620 min nəfər, ölənlərin sayı 140 min nəfərdir. Hər 1000 nəfərə düşən təbii artım müəyyən edin. Bayaqki qaydada yenə həll edirik. 620 mindən 140 mini çıxırıq. Yəni doğulanlardan ölənlərin sayını çıxıb tapırıq 480 min nəfəri. Ümumi artımımız təbii artım 1000 nəfərə də 8 nəfər düşər. 1000 nəfərə də 8 nəfər düşər. Məsələ 68-ə baxaq. Ölkənin əhalisinin sayı demək 6 milyon nəfər olan ölkədə il ərzində artım 30 min nəfər olarsa, hər 1000 nəfərə düşən təbii artımı müəyyən edin. Bayaqki qaydada həll edirik. Yenə də 6 milyon nəfərə 330 min nəfərdirsə artım, təbii artım. Hər 1000 nəfərə 5 nəfər düşər. 5 nəfər düşər. Məsələ 70-ə baxaq. Ölkədə işsizlik 32%, iqtisadi cəhətdən fəal əhalinin sayı 17 milyon nəfərdir. Ölkənin əmək qabiliyyətli əhalinin ümumi sayını müəyyən edin. Əmək qabiliyyətli əhaliyə burada qeydlər etmişdim keçən video dərslərdə. Əmək
burada daha aydın göstərilir. Ölkə əhalisi 3 yerə bölünür. İşləməkdən yayınanlar, əmək ehtiyatları və əmək qabiliyyəti olmayan, yəni 16 yaşa qədər olan xüsusi təyinatlı müəssisələrdə olanlar və işləməyən təqaüdçülər. Əmək qabiliyyətli, yəni əmək ehtiyatları özü 2 yerə bölünür. İqtisadi cəhətdən fəal əhali, məşğul olanlar və işsizlər. Və işsizlik faizini tapmaq istəyiriksə, demək burada işsizlərin sayı bölünür əmək ehtiyatlarının sayına, vururuq 100-ə və tapırıq işsizlik səviyyəsini tapmış oluruq. Hər hansı ölkənin iqtisadi və sosial səviyyəsini göstərən amillərdən biri də işsizlik səviyyəsidir. İşsizlik səviyyəsi işsizlərin əmək ehtiyatlarının sayına nisbəti ilə müəyyən edilir. Və məsələmizi həll edək. Əgər qeyd edirsə ki, ölkə məsələ 70-ə baxaq, işsizlik 32%-dirsə, deməli iqtisadi fəal əhali 68%-dir. 68%-dir, çünki əmək ehtiyatları qeyd etdik ki, 2 yerə bölünür, həm işsizlər, həm də iqtisadi fəal əhali. Ona görə də əgər iqtisadi fəal əhali 17 milyon nəfərdirsə, 17 milyonumuz 68%-dirsə, 100% x buradan tapırıq 25 milyon nəfər. Yəni əmək qabiliyyətli əhali, əmək ehtiyatları, yəni 25 milyon nəfərdir. Məsələ 71-ə baxaq. Ölkədə işsizliyin sayı 6 milyon nəfər, iqtisadi cəhətdən fəal əhalinin payı 75%-dir. Ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayını müəyyən edin. İşsizlərin sayı 6 milyon nəfərdirsə və iqtisadi fəal əhali 75%-dirsə, bayaqki qaydada 100%-dən 75%-i çıxıb tapırıq işsizlərin faizini, olur 25%. 6 milyon nəfər işsizlərin sayıdırsa, 25%-dirsə, 100% 24 milyon nəfər olar ümumi əmək ehtiyatları. Məsələ 174-ə baxaq, 174-ə. Ölkə əhalisinin sayı 2020-ci ilin əvvəlində 75 milyon nəfər olmuşdur. Hər 1000 nəfərə təbii artım -2 olmuşdur. Mexaniki hərəkət nəticəsində ölkəyə 50 min nəfər gəlmişdir. Həmin ilin sonunda əhalinin sayını hesablayın. Dünya ölkələrinin bəzilərində, yəni dünyanın müxtəlif region və ölkələrində demoqrafik vəziyyət fərqlidir. Dünyanın bəzi ölkələrində təbii artım aşağı, bəzi ölkələrində isə təbii artım yüksək olması demoqrafik problemlər yarada bilər. Bəzi ölkələrdə demoqrafik artım mənfidir, yəni yerli əhalinin ümumi sayında azalma baş verir. Bu proses demoqrafik böhran adlanır. Bəzilərində isə tərsinə, yəni yüksəkdir və doğumun yüksək olması, yüksək səviyyədə qalxması, yəni səviyyənin yüksək olması əhalinin təbii artımının çoxalması və sayının kəskin dəyişməsi ilə nəticələnir və əhalinin həmən tip ölkələrdə olan əhalinin artması demoqrafik partlayışa səbəb olur. Yəni əhali sayı çoxalır və demoqrafik partlayışa səbəb olur. Məsələmizin şərhində yəni qeyd edir ki, hər 1000 nəfərə -2 nəfər olmuşdur. -2 nəfər olmuşdursa, əgər 1000 nəfərə -2 nəfər olmuşdursa, 75 milyon x buradan tapırıq -150 min nəfər. Yəni əhali sayı azalmağa doğru gedir. Ölkə əhalisinin sayı 75 milyon nəfərdirsə, üzərinə mexaniki artımı gəlirik. Çünki qeyd edir ki, ölkəyə 50 min nəfər gəlmişdir və ona görə də üzərinə 50 mini gəlib tapırıq 75 milyon 50 min nəfər çıxırıq. Çünki bizdə mənfi olmuşdur, rəqəm mənfidir
və çıxırıq 150 min nəfəri tapırıq. 74 milyon 900 min nəfəri tapmış olarıq. Çünki burada mənfidirsə, deməli azalmaya doğru gedir. Məsələ deməli 177-yə baxaq. 1993-cü ildə ölkədə əhalinin sıxlığı hər kvadrat kilometrdə 60 nəfər, 2023-cü ildə isə 80 nəfər olmuşdur və sahəsi 150 min kvadrat kilometr olan ölkədə bu illər ərzində əhalinin orta illik artımını hesablayın. 2023-cü illə 1993-cü il arasında 30 il fərq var. Yəni illərin fərqi 30 ildir. Biz sıxlıq düsturundan bilirik ki, yəni bayaqki məsələlərdən əhalinin sayını ölkə ərazisinin sahəsinə bölürük. Buradan tapırıq əhalinin sayı 9 milyon nəfər olur. Digərində isə burada tənlik formasında həll edib tapırıq 12 milyon nəfər. Onların fərqi 3 milyon nəfər edir və 3 milyon da əgər 30 il ərzində 3 milyon nəfərdirsə, 1 ilə təbii artım 100 min nəfər olar. Bizdən illik əhalinin orta illik artımını hesablamağımızı istəyir. Məsələ 180-ə baxaq. Ölkə əhalisinin sayı ilin əvvəlində 10 milyon 500 min nəfər, təbii artım hər 1000 nəfərə 6 nəfər olarsa, ilin sonunda əhalinin sayını müəyyən edin. Yəni ilin sonundakı əhalinin sayını istəyir bizdən. Demək 1000 nəfərə 6 nəfər düşürsə, deməli bizə artım olur 63 min nəfər. Və üzərinə də əhalinin sayının üzərinə 63 min nəfəri gəlsək, ilin sonundakı əhalinin sayını tapmış olarıq. Məsələ 181-ə baxaq. Ölkə əhalisinin sayı ilin əvvəlində bayaqki qaydada yenə də 11 milyon 500 min nəfər, təbii artım 1000 nəfərə 7 nəfər, ilin sonunda əhalinin sayını istəyir bizdən. Yenə də bayaqki qaydada tənlik 1000 nəfərə 7 nəfər düşürsə, 11 milyon 500 min nəfər x, buradan tapırıq artımımız olur 80 min 500 nəfər, üzərinə gəlirik və ilin sonundakı əhalinin sayını tapmış oluruq. Məsələ 182-yə baxaq. Ölkə əhalisi 2015-ci ildə 3 milyon 150 min nəfər, 2020-ci ildə 3 milyon 228 min 75 nəfər olmuşdur. Və bu dövrdə orta illik təbii artım neçə min nəfər olmuşdur? Orta illik artım neçə min nəfər təşkil etmişdir? Bayaqki qaydada 2020-dən çıxırıq 2015-ci illərin fərqi 5 il edir. 5 il ərzində demək 78.750 nəfər artmışdır və 5 il ərzində 78.750 nəfər artmışdırsa, 1 ilə 15.750 nəfər artar. Məsələ 183-ə baxaq. Ölkənin əhalisi 2016-cı ildə 3 milyon 200 min nəfər, 2021-ci ildə 3 milyon 296 min nəfər olmuşdur. Bu dövrdə orta illik artımın neçə min nəfər olduğunu hesablayın. Demək, illərin fərqi 5 ildir. Çünki 2021 illə 2016-cı il arasında 5 il fərq var. Əhalinin sayı da 96 min nəfər artmışdır və 5 ilə 96 min nəfər artırsa, 1 ilə 19.200 nəfər artar. Məsələ 184-də baxaq. Ölkə əhalisinin sayı 17 milyon, əmək ehtiyatı 60%, əmək ehtiyatının 15%-i işsizdir. Ölkədəki fəal əhalinin və işsizlərin müvafiq sayını müəyyən edin və ölkə əhalisinin sayı 17 milyon nəfərdirsə, 100% qəbul ediriksə, əmək ehtiyatları 60%-dir.
və 60%-dirsə, deməli, əmək ehtiyatlarının sayı 10.200.000 nəfərdir. Bunun da 10.200.000 nəfər 100% qəbul ediriksə, 15% işsizlərin faizidir. Yəni, işsizlərin sayı 1.530.000 nəfərdir. Bizdən iqtisadi fəal əhalinin sayını istəyir və fəal əhalinin sayı 10.200.000-dən çıxırıq 1.530.000 nəfər tapırıq. İqtisadi fəal əhalinin sayını tapırıq 8.670.000 nəfəri tapmış oluruq və işsizlərin faizi də 1.530.000 nəfər olar. Həm iqtisadi fəal əhalinin, həm də işsizlərin sayını tapmış oluruq. Məsələ 185-ə baxaq. 2009-cu il üçün tərtib edilmiş əhalinin cinsi yaş piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyini hesablayın və bizdən demoqrafik böhranı soruşur. 2009-cu ildə fikir versək, piramidaya baxsaq, demək 10 və 14 yaşlarında demək demoqrafik böhran baş vermişdir. Əhalinin sayı, yəni doğum sayı aşağıdır, ya kişilərdə, qadınlarda və ona görə də biz 2009-dan həm 10-u çıxırıq, həm də 14-ü çıxırıq. 1999-1995-ci illərdə iqtisadi böhran, demoqrafik böhran baş vermişdir. Məsələ 186-da da 2008-ci il üçün tərtib edilmiş əhalinin cinsi yaş piramidasına əsasən demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin. Burada da 5-9 yaşlarında baş vermişdir. Azalma baş vermişdir. Artımda azalma baş vermişdir. Ona görə də 1999-cu illərdə baş vermişdir. Yəni demoqrafik böhran. Məsələ 190-a baxaq. Ölkənin ərazisi xəritədə 9 kvadrat santimetrlə göstərilmişdir. Biz bu mövzuda keçən video dərslərdə müxtəlif məsələlər qeyd etmişdik. Daha geniş izahlar vermişəm və demək 1900 ölkə ərazisi xəritədə 9 kvadrat santimetrlə göstərilmişdir. Əhalinin sayının 21,6 milyon nəfər, sıxlığının isə 60 nəfər kvadrat kilometr olduğunu bilib, ölkənin sahəsini və xəritənin miqyasını müəyyən edin. Əhalinin sayı 21,6 milyon nəfərdirsə və biz sıxlıq düsturundan rəqəmləri yazıb, buradan tapırıq, demək, ölkə ərazisinin sahəsini tapırıq. Sahəsi olur 360.000 kvadrat kilometr, yəni həqiqi sahəmiz 360.000 kvadrat kilometrdir. Xəritədəki sahə 9 kvadrat santimetrdir. Miqyası tapmaq istəyiriksə, həqiqi sahəni xəritədəki sahəyə bölürük. Burada rəqəmləri yazıb tapırıq. Kök altında 40.000, deməli 1 santimetrdə 200 kilometr. 1 santimetrdə 200 kilometr. İzahlı miqyası ədədi miqyasa çevirəndə 100.000-ə, məxrəcdəki rəqəmi, yəni 200 kilometri biz 100.000-ə vurmalıyıq. Və onun hasili 1 bölünsün 20 milyon, yəni 1-in 20 milyona nisbətli miqyaslı xəritə edir.